Həkimin mən düşünürəm, nəzərə alsaq ki, həkim bir, insanlarla çalışır, iki, sağlam orqanizmi olmayan, artıq pasiyent dediyimiz, yəni xəstə orqanizmlərlə çalışır. Mən düşünürəm, həkim səbirli olar, həkim psixoloq olar, həkim anlayışlı olar. Bu çox önəmli bir faktordur və həkim hər zaman gülərüz olar, çalışqan olar, özlərində çalışar və işini sevər. Peşəniz sizə çox şey öyrədib. Amma heç düşündünüzmü ki, bu yol, bu peşə sizi nələrdən məhrum edib? Bu sualı əslində qalsa heç çox düşünməmişdim. İlk dəfədir bu sual qarşıma çıxdı. Nələrdən məhrum edib deyərdim mən sizə vaxt etibarilə, bəli. Çünki həkim olmaq üçün və özlərində çalışmaq, istər təhsil aldığım dövrdə və həkimin təhsili bilirsiniz ki, çalışdığı dövrdə də olur və ömrü boyu həm oxumalıdır, həm öyrənməlidir, öz üzərində çalışmalıdır. Demək olar ki, günümün böyük əksər saatlarını səhərdən axşama qədər mən klinikada keçirirəm və həyatımın böyük bir əksər saatlarını əgər diqqət yetirsək, onlar istər təhsil aldığım dövrdə, istər çalışdığım dövrdə klinikada keçir. Vaxt etibarilə buna məyus deyiləm, çünki sevirəm peşəmi və xidmət göstərirəm xalqımıza, onların, insanlarımızın sağlamlığına öz ampulamda, öz sahəmdə töhfə verməyə çalışıram. Əlbəttə ki, bu vaxt sadəcə mənə aid deyil, biraz da özümüzə vaxt sərf edə bilərikmi, ailə üzvlərimizə vaxt sərf edə bilərikmi, bu fikirlər subyektiv xarakteri daşıyır. Mən düşünürəm ki, burada sadəcə çatmayan məsələ vaxtdır, təəssüf ki.